Axşamınız xeyir olsun əziz və dəyərli izləyicilər. Hər birinizi ürəkdən salamlayıram. Təbii ki, MTV kanalındayıq, Geriyə Baxanda verilişindəyik. Bugün çox dəyərli bir qonağım var. Və qonağımı xüsusilə belə təqdim etmək istəyirəm. Bilirəm ki, xanımların özəlliklə çox sevdiyi bir insandır. Qarşınızda görkəmli teatr və kino aktyoru, xalq artisti, əmək ordenli, prezidentin fərdi təqaüdçüsü Tariyel Qasımovdur. Xoş gəldiniz. Çox sağ olun, çox minnətdaram. Dəvətə görə də çox minnətdaram. Açığını deyim ki, mən MTV kanalını çox sevmişəm. İlk gündən sevmişəm. Və böyük məmnuniyyətlə də həmişə gözləyirəm ki, məni bir çağırsınlar da yenə. Eləmi? Burada səmimiyyət görürəm. Bu operatorlar bir-birindən o qədər səmimidir. Başqa studiyalarda mən görürəm də, Allah bir-birinin üstə qışqırır. Amma burada hamısı səmimidir. Siz rayondan gəlmişsiniz bizim verilişimizə. Səhər neçədə çıxdınız? Səhər deməli, çıxdım saat 9-da. Burada gəlib çatıram saat 2-də, 3-də belə də. Biraz da dincəlirəm, bura gəlim. Burada qalacaqsınız, yoxsa qayıdacaqsınız? Yox, qayıdacaq, sabah qayıdacağım. Bəs gecəni harada qalacaqsınız? Mənim evim var burada Bakıda, öz evim. Bəs evdə kim qalır? Heç kim. Yoldaşım da rayondadır, bu saatda bizə baxır. Eləmi? Nə gözəl, salamlayıram buradan sizi. Adı nədir? Rübabə. Rübabə xanım, salamlayıram və öpürəm sizi. Tariyel müəllim, necə oldu ki, toparlandınız və Ağstafaya köçdünüz? Burada bir qaynar həyatınız var idi axı sizin? Bəli, var idi. Elə indi də qaynardı, amma gəlib gedirəm. Yəni mən pensiyaya çıxdım, təqaüdə çıxdım daha doğrusu, qocalıq təqaüdünə çıxdım və deməli, mənim 80 illik yubileyim keçirilirdi Ağstafada. Orada icra başçısı vardı, Məhərrəm Quliyev, indiki oran boyun icra başçısıdır. Mən çox təntənəli 80 illik yubiley keçirilir, çox təntənəli. Sağ olsun. Və deməli, səhnədə o qədər də bütün idarələrə tapşırıb da Tariyel müəllimə hədiyyə gətirin. 2-3 televizor, 4-5-6 xalça, yəni çox şey. Sağ olsun. Və səhnədə də Naibə Allahverdiyeva, bizim xalq artisti və Nübar Novruzova, ikisi də gəlmişdilər, çıxış elədilər onlarda. Sonra Naibə Allahverdiyeva qayıtdı ki, cənab başçı, Tariyel müəllimin düzdür, maşını var, özü də böyük maşındır, çipdir məndə də. Maşını var. Amma bu şeyləri Bakıya aparmağa KAMAZ lazımdır. Gərək verəsiniz KAMAZ-a yığışa. Yoxsa onun maşına sığmayacaq bu hədiyyələr. Yəni demək istəyirəm ki, Məhərrəm müəllim mən çox gözəl yubiley keçirdi, 80 illik. Sağ olsun onu, Allah razı olsun. O hədiyyələr də orada qaldı. Harada, niyə qalır? Oradakı evinizdə. Hə, oradakı evimdə. Ananızın olduğu evdə ora. Ay sağ olun. Yox, mənim öz ayrıca, həmən başçı da mənə dedi, Tariyel müəllim, artıq sənin 80 yaşın var. Və insan da qocalanda o anadan olduğu torpaq həmişə onu yanına çağırır. Deyir, yaxın gəl, yaşa dolmusan axı. İndi sənin 80 yaşın var. Mən sənə 6 sot yer verirəm, heç bir şey lazım deyil. Birinci müavinimə də tapşıracağım, sənə kömək eləsin. Burada özvə evdir və gəl burada yaşa. Nə var Bakıda? Nə gözəl. Allah hamd olsun. Çox sağ olun. İndi gəlin, görün necə gözəl bir evim var mənim, Ağstafanın özündə. Çox sevindim. Çox təşəkkür edirəm buradan cənab başçı. Çox təşəkkür edirik. Yəni, bəli, çox nəzakətli davranıb, sizin kimi sənətkara dəyər verib. Çox duyğulandım. Çünki sizin kimi sənətkarlar çox gözəl yaşamalıdırlar. Yəni, onların yaxşı yaşadığını görəndə adamın ürəyi açılır. Əgər görəndə ki, kimsə çətinliklə dolanır, hansısa aktyor bir əziyyət çəkir, o qədər pis oluram ki, özümdən asılı olmayaraq kövrəlirəm. Çünki ən gözəl yaşamağa layiq olan insanlardır. Onlar həyatlarını fəda ediblər. Xalqa xidmət edir. Bəli. Aktyorlar. Nə gözəl. 86 yaşınız var. Bəli. Allah ömür versin, ömrünüzə bərəkət. Maraqlıdır ki, siz özünüzü, yəni sizi uzun ömürlü hesab etmək olarmı? Bəli, çünki mənim anam 101 yaşında yaşayır, sağlam və heç xəstələnib eləməyib də, indi və mənim 86 yaşım var. Mən özümü o yaşda hiss eləmirəm mən. Mən çox, yəni, çevikəm, ondan sonra kimlə yol gedib, piyada baş üstə gedək, nə qədər deyir.
Yəni heç qıvraqsız, belə deyək. Çox qıvrağam, bəli. Yəni hiss eləmirəm o 86-nı. Bir ömrü səhnədə keçirdiniz göz önündə. Nələr dəyişdi sizin üçün? Mən yəni aktyorluq sənətinə gələndə mən 56-cı ildə orta məktəbi bitirmişəm və Bakıya gələndə atam o vaxt pulla məni qoydu institutda, bədən tərbiyəsi institutuna. Mən çünki 10-cu sinifi qutaranda çox cılız, arıq, cılız uşaq idim də, oğlan idim. Dedi ki, biraz qüvvəyə gəl, sonra mən səni Politexnikin üstünə qoyacağam. Arxitektorluq fakültəsinə və bir dəfə müsahibə verdi. Deyir ki, mən istəyirdim oğlum arxitektor olsun, xalqa xidmət eləsin. O da mənim sözümü eşitmədi və getdi, artist oldu. 10 il atam mənimlə danışmadı, artistliyə getdiyim üçün. Mən bədən tərbiyəsinin üstündə oxuydum. Deyirəm də, atam qoydu ki, biraz əmələ gəlim, ondan sonra da Politexnikin üstündə gedim. Mən köçürmə yolundan 3-cü kursdan 1-ci kursa aktyorluğa gəldim. O da ona görə ki, mən bədən tərbiyəsinin üstündə oxuya, mən dram dərnəyinə getdim. 26-lar adına Mədəniyyət Sarayı var, Sahil metrosunun yanında. Orada Lütfü Məmmədbəyovun dram dərnəyi vardı. Mənim də artistliyə həvəsim vardı. Mən orta məktəbdə oxuyanda gözəl səsim var idi və müəllimlər mənə aparırdı, oxutdururdu tarlada, pambıq tarlasında, kolxozçuların qabağında. Sonra mənə Bakıya gətirdilər, Bakıda radioda ilk dəfə oxumuşam, mahnı oxumuşam mən. Yəni, və bundan da artistliyə həvəsim yarandı və mən atam da qəti etiraz edirdi. O müsahibəsində demişdi ki, mən istəyirdim oğlum arxitektor olsun, xalqa xidmət eləsin. O mənim sözümü eşitmədi, getdi artist oldu. Və mən artist olanda atam 10 il mənimlə danışmadı. Mənə pul göndərmədi. Anamı göndərmişdi ki, get ona denən ki, qayıtsın institutda. Anam gəldi ki, abala, da anam necə deyib belə, abala, atan itə dönüb. Deyir ki, get ona denən qayıtsın geri. Qayıtmasa o adda mənim oğlum yoxdur. Mən də dedim anam, mən qayıtmayacağım, özü bilər. Və atam mən 10 il danışmadı. Mən dram dərnəyində Şahmar Ələkbərov adında və Əbülüç Həsən adında İkisi də sonra artist olublar da, ikisi də xalq artistləridir. Bəli, bilirəm. Və onlarla dost oldum mən. Və sonra ki, anam gəldi, dedi ki, atam belə, dedi ki, o adı mənim oğlum yoxdur, əgər artistlikdən qayıtmasa. Yəni, onda Şahmar bir dəfə gəldi, gördü, oturmuşam, fikir edirəm. Mən də kirədə yaşayırdım, bir erməni qadının evində kirə pulu vermək lazımdır. Atam da mənə pul göndərmədi. Və Şahmar baxdı, gördü ki, mən çox birikib oturmuşam. Dedi, Aytəri, nə olub səni, belə gözümə pis dəyirsən. Dedim, dünə anam gəlmişdi. Atam deyir ki, o adı mənim oğlum yoxdur. Ya qayıtsın deyir bədən tərbiyəsinin üstünə, ya da o adı mənə pul göndərməyəcək belə. Dedi, dərsdən sonra yığış, gedib yığış, gəl bizim. Şahmar məni apardı evlərinə, 4 il onlarda yaşadım. 4 il. Allah rəhmət eləsin. Allah Şahmara da, anasına Mamaşa deyirdim mən. Mənim dilimlə bütün institut oxuyanlar Şahmar ilə gəlib gedənlər Üzülət xalaya Mamaşa deyirdilər. Mən çünki ana demirdim, Mamaşa deyirdim belə. Çox gözəl anası var idi, Allah rəhmət eləsin. Özü də çox erkən yaşda dünyasını dəyişdi. Şahmar Neçə yaşı var idi? Elə Həsən də Şahmar. Hər ikisi? Hər ikisi. Neçə yaşlarında dünyalarını dəyişdilər? Dəqiq deyə bilmərəm. Amma məncə Şahmar daha tez erkəndən dəyişdi, yəni... Bəli, Şahmar Həsəndən qabaq rəhməti. Hətta Şahmarı biz qəbirstanlıqda bastıranda, hamı dağılanda Həsənlə ikimiz qaldıq. Biz 3 dostuyduq. 3 müşketör deyirdilər bizə, 3 müşketör. Və Həsən uzandı qəbrin üstə, ağlayır, deyir, darıxma, mən tez gələcəm. Vallahi tez gələcəm, Allah haqqı tez gələcəm. O da tez getdi. Mən də o sözü işlətmədim açıq. Mən də ağlıydım o heç. Həsən də onun dalınca getdi. Dedi ki, darıxma, haradasa ondan 3-4 il sonra rəhmət. O da cavan öldü, Həsən də rəhmət. Belə olub bax. Nədən dünyasını dəyişdi? Vallahi sağlam adam idi. Birdən-birə oldu ölümü onun. Sağlam idi. Nə deyim, bu Allahın işidir. Çünki o dedi ki, darıxma, tezliklə mən sənin yanıma gələcəm. Bu sözü o işlətdi orada.
belə. Və elə də oldu Allahın da. Xəstə zad olmayıb, onu da deyim, belə. İkisi də qəflətən dünyadan keçiblər. İkisi də cavan ölür, belə deyil. Allah rəhmət eləsin hər ikisinə. Bəli, bəli. Gedirsinizmi qəbirlərini ziyarətə? Hərdən gedirəm. İkisi də Fəxri Xiyabanda, ikinci Fəxri Xiyabanda basır. İkisi də. Bəli. Yuxunuza gəlirlərmi? Nələr xatırlayırsınız məsələn? Demək olar ki, hər gündə olmasa 2-3 gündən bir xatırlayıram, ya söhbət eləyirəm, onlardan danışıram. Elə bax sizi kimi, həmişə məni kim görür, onlardan sual verir. Çünki hamı bilirdi ki, bütün Azərbaycan bilirdi ki, biz 3 dostuq deyirəm də, 3 müşketör deyirdilər bizə. Tariyel müəllim, bir gün Aşıq Veysəldən soruşublar ki, həyat nədir sənin üçün? Aşıq Veysəl deyib ki, gözümü açdım, doğuldun dedilər. Bir bazar kimi yer idi, oranı gəzdim, 3 metr kəfən aldım, gözümü bağladım, öldü dedilər. Yəni adam həyatı belə çözüb. Sizin üçün həyat nəyi öyrətdi? 86 illik bir ömrünüz var arxada. Həyat nədir sizin üçün? Vallahi bu həyat mənim üçün yaşamaqdır. Və həyatda, yəni mən həmişə öyrənmişəm başqalarından, həyatda çalışıb yaxşılıq eləmək lazımdır. Yəni, yaxşılıq elə, qoy həmişə səni xatırlasınlar. Həyata gəlir insan tək elə belə yeyib içməyə və yaxud elə belə yox. Əgər imkanı varsa, o kasıb adamlara və yaxud yoxsul adamlara kömək eləməlidir, yeri gələndə. Mən bu barədə eləyirəm, Allah'ın olsun. Mən həqiqətən deyirəm. Çünki mən prezident təqaütü alıram. Qarı ilə özümüzü. Çox sevirəm. Ona görə qonşulara da əl tuturam. Başqalarına da kömək eləyirəm. Pul lazım olanda, istəyəndə, borc istəyəndə verirəm, almıram. Deyirəm ki, yox, boş verməmişəm, sən elə belə vermişəm. Ay Allah, Allah canınızı sağ eləsin. Bütün rayon bilir bunu, bütün rayon. Nə gözəl, çox sevinirəm. Çox sevinirəm ki, siz belə yaşayırsınız. Tariyel müəllim, bir sual verəcəm, amma düzünü deyim. Hə, düzünü deyin. Çox yaraşıqlı bir insan olmuşsunuz. İndi də yaraşıqlısınız. Yəni, baxanda bunu görməmək mümkün deyil. Çoxmu xanımların gözü yaşlı qoymusunuz? Bir xanım da adını çəkməyəcəm belə. Deyir, Tariyel müəllim, mən sizi gənclikdən sevmişəm, vurulmuşdum sizə. Liftçi qızda oynayanda. Deyir, çox yaraşıqlı idi. Bütün qızlar ölürdü. Başda da mən olmaqla. Özü danışırdı, bir də özü çox yüksək deyirəm, xanımdır, çox gözəl xanımdır, özü də adını demirəm belə. Hə. Yəni, həqiqətən elə olub da, seviblər məni. Mən 300 məktub almışam qızlardan. Ən çox da bizim teatra nəyə görə qızlar yazıb? Mən gənc tamaşaçılar teatrında həmişə oynamışam da. Ona görə də məktəbdən gətirirlər. 9, 10, 7-ci, 8-ci siniflər gəlirdi də. Hamısı da cavan qızlardı da. Mən də yaraşıqlı idim və rollarımı da yaraşıb da. Rollar da Romeo oynayırdım, Romeo Juliet'də də məsələ. Yəni hamısı sevgi rollarıdır məndə. Ona görə də onlar da sevirdilər. Bir hakim bəydə deyirdi ki, mən ikinci həyat yoldaşımdır bugün. Bəli. O birincidən boşananda hakim qadın idi. Xanıma dedi ki, xanım, siz belə böyük bir həm sənətkarı, həm də belə bu yaraşıqlı kişini niyə əldən buraxırsan? Deyir, nə bilim, başqasını belə bir şey elə dedi. Dedim, mən özüm hakim deyirəm, hakim də qadın idi. Dedim, mən danışa bilərəm. Biz universitetdə Yurfaqda oxuyurduq, 5 qız idi. 5'imiz də Tariyel üçün ölürdük. O deyirdi, mən ona ərə gedəm, bu deyirdi, mən deyirdim, mən ərə gedəcəm belə. Amma bizə qismət olmadı, sənə qismət olub. Niyə əldən buraxırsan bunu? Biz boşananda dedi. Onu birinci xanım. Bəs birinci yoldaşınız nəyə əsas gətirdi? Məktublaşmağı mı? Başqa xanımlar mı var dedi? Nəsə dediniz? Yox, ona görə yox. O mənə bir söz cavab qaytardı. Mən bir söz dedim, cavab qaytardı. Mən də onu qəbul eləmədim. Həyatınızda belə sərt, qəti şəkildə
qərar verdiyiniz ani qərarlarınız olub da. Məsələn, işdən də bir ərizə ilə çıxmısınız. Çox doğrudur. Yəni bunu məsələn kim eləyərdi? Amma sizin məndə o xassiyyət var. Bəli. Gördünüz, deyirəm də, məsələ atam etiraz edirdi mən artist olduğumu. Özüm məndə belə var, belə. Tərslikmi deyək buna? Tərslik var, hə, tərslik. Yəni sonra peşmançılığını hiss eləyirsinizmi, yoxsa yox? Qətiyyən yox, qətiyyən yox. Qətiyyən. Çünki xanım gəldi teatra, baş rejissor. Mən 3 teatrda direktor, bədii rəhbər işləmişəm. Yəni 2 vəzifə işləmişəm. Və hökmlə gəldi o. Adı nə idi? Sirdə isə. Mehriban xanım da deyək belə. Mehriban Ələkbərzadə. Bəli. Aha. O qayıtdı dedi ki, yaşlı adamlar özləri ərizə versin, çıxsın, getsin. Mən çıxartmayayım. Mən birinci getdim. Bu söz mənə aid idi. Niyə? Niyə? O xanım bilirdi ki, mən 3 teatrda direktor, bədii rəhbər işləmişəm. İndi o biri aktyorlara danlayanda aktyor başını salacaq aşağı. Niyə? Çünki danlayır, indi səhv elib öz yerində. Və bu rəhbərdir. Sabah atacaq bunu, çıxardacaq işdən. Amma mən və ona görə o aktyor, aktrisa danışmayacaqlar. O nə qədər danlasa onlar danışır. Amma mənə bir söz desə, mən olsa cavab qaytara bilərəm. Düzdür? Çünki mən özüm direktor, bədii rəhbər, mən 2 vəzifə, 3 teatrda aparmışam. O ona görə yeganə məni nəzərə almışdı ki, yaşlı adamlar ərizə yazsın, çıxsın, getsin. Və mən birinci yazdım və çıxdım. Qalan hamı... Neçə yaşınız var idi çıxanda? Bu əhvalat olub, hardasa 5 il bundan qabaqda. Mənim indi 86 yaşım var, düzdür? 81 yaşınız var idi. Yox, nəyə görə deyirəm? Mənim belim bükülür, yoxsa əlim əsir, ya özüm yeriyə bilmirəm. Mən indi biraz lovğalı çıxar. Heç bir cavanla mən özümü əsib bilmirəm. Bəli. Çox gümrahsınız və yəni teatrda əgər bir aktyorun qulağı eşidirsə, yaddaşı yerindədirsə, yəni o insan çalışmalıdır. Çünki teatrın ümumiyyətlə yaşlı aktyorlara da ehtiyacı var. Əlbəttə, qoca kişini kim oynamalıdır? Rafiq Əzimov, məsələn, məncə o sizdən də böyükdür. Məndən 1 yaş ya 2 yaş böyükdür. 87 ya 88 yaşı var. Bax belə. Məsələn, amma Rafiq müəllim çox da... Çox gözəl də oynayır, çox yerindədir. Bəli. Ağa Sadıq Gərəkbəyli 90 yaşında Əliqulu evlənir oynayırdı, Əliqulunu oynayırdı. Aktyoru yaşa görə çıxartmazlar işlər və deməzlər ki, aktyorun meyidi, yəni tabutu səhnədən götürülməlidir. Necə Rusiyada Qalaqolyev var idi belə. 100 yaşında onu səhnədə ölüsünü apardılar. Aktyoru işdən çıxartmazlar. Qoca kişiləri kim oynamalıdır? Bəli. Qoca, yaşlı aktyorlar. İndi cavan aktyora üzünə saqqal bağlan, nə bilim nə, gözləri alov kimi yanır, axı cavan da gözləri parılır. Onsuz hiss olunur. Yəni, hiss olunur, o dəqiqədə hiss olunur ki, cavan oğlandır, qoca kişi oynayır yalanla. Heç etiraz etmədilərmi ki, qalın ya nəsə? Etiraz etmədilərmi ərizənizə? Deyirəm, yox da mən ərizə vermişim və səhərsi də gördüm ki, elə divara vurulub. Amma mənim portretim birinci mənim, sonra bütün aktyorlar. Durur. Divarda. Divarda onu çıxartdım. Foyedə, oradadır. Bəli. Və öyrəndim ki, mən istədim onu götürəm. Deyəm ki, mən burada işləmirəm, nə belə. Mənə administrator belə dedi ki, dedi, bütün tamaşaçılar gələnlər sənə şəkilli görür deyir, Tariməm gələn tamaşada oynayacaqmı biz gəlin? Və o portret ona görədir ki, elə bilirlər ki, mən hələ işləyirəm teatrda və hansı tamaşası gəlib baxacaqlar. Ona görədir. Onu da vermirlər mənə portreti deyir. Bunun pulunu biz vermişik. Yəni teatr çəkib portreti. Tariyel müəllim, bəs biləndə ki, məsələn, ərizənizə imza atıblar, divara vurublar ki, yəni işdən azad olunmaqla bağlı nə duyğuları yaşadınız? Məsələn, atanızın sözləri gəldimi yaddaşınıza ki, kaş bu yolu gəlməyəydim? Yəni, məsələn, o anı istəyirəm ki, bizimlə bölüşəsiniz. Yox, qətiyyən yox. Yəni, görəndə
divardakı hər işdən öz ərizəsi ilə azad olunub. Çox sakitcə gəldim, şələ-küləmi öz qrim otağımdan yığdım. Şəkillərimi də, rollarda şəkillər var. Yasin Qarayevlə ikimiz bir otaqda qrim eləyirdik də biz. Yasin elə həmin otaqdadır, yenə deyil. Amma mən çıxdım, getdim. Mən egoist deyiləm ha. Söz götürmürsünüz. Söz götürən deyiləm. Mənliyim var mənim. Mən bilirəm ki, tamaşaçılar məni çox sevir. Həddindən artıq çox sevir. Özləri deyirlər. Bəli. O elə mənə bəsdir də, yaşadır məni. Sonra mən yeganə aktyor idim. Sovet dövründə Azərbaycandan yeganə aktyor idim. Başqa ölkələrdə çəkilirdim. Hətta Almaniyada mən 2 seriyalı filmə çəkilmişəm. Bu elə mənim üçün hər şey idi. Yeganə aktyor idim ki, mən ölkələrdə çəkirdim. Özbəkistanda 6 filmə çəkilmişəm. Onun da biri 17 seriyadır. Alovlu yollarla. Mən bu Tacikistan, Özbəkistan, Türkmənistan, Qırğızistan, Almaniya filmləri burada tərcümə eləyirdilər, göstərirdilər də Azərbaycan dilində. Başqa filmləri eləyirlər axı. Tərcümə eləyirlər, dublaj eləyirlər Azərbaycan dilində. Taril müəllim, indi təkliflər gəlirmi məsələn filmlərdən? Burada da yerli filmlər çəkilir. Burada indi film çəkilmir. Ya o mənada deyildi. Yəni necə deyim? Yerli istehsal var, amma dövlət səviyyəsində deyil. Dövlət səviyyəsində deyil. Mən 23 seriyalı Xosrov və Şirində oynadım, baş rollardan birini. Çünki rejissorlar xoşuma gəldi. Mən baxıram rejissora, ya baxıram onun işinə, ya deyirəm, ver oxuyum, ssenarini görüm nətərdir. Onda razılaşıram. Yəni, bu yaşımda adi şeylərdə çəkilmək mənə yaramaz. Mən öz mənliyimi saxlayıram həmişə. Yəni, belə seviblər, qoy belə də sevsinlər, aktyor kimi. Sonra deməsin ki, bu niyə bu filmdə oynayır, ona yaraşmır, heç o ayıb deyil ona, bunu istəmərəm mən, bu söz. Əlaqəniz varmı? İndi gedirsinizmi tamaşayalar, baxırsınızmı? Yox, gedib, öz teatrımızda gedib baxıram tamaşalara. Mən gələn kimi də hamı mənlə gəlib, bütün aktyor truppası gəlib mənlə görüşür, hamısı. Hətta bu il elə teatrın hesabına, profsayuzun hesabına da mən Bilgədə sanatoriyada dincəldim. Həmkarlar İttifaqı göndərdi. Teatrın Həmkarlar İttifaqı göndərdi mənə. Yəni, putovkana onlar verdi, teatr verdi mənə. Yox, sevirlər məni teatrda yenə. Akademik Milli Dram Teatrının bir aktyoru da var idi. Qubada yaşayırdı o. Elə orada da dünyasını dəyişdi. O da zamanında getmişdi. O da məşhur aktyorumuz idi. Məcnun. Məcnun, ay sağlar. Çox gözəl insan idi Məcnun. Allah rəhmət eləsin. O da, bəli, zamanında o da çıxmışdı və gedib Qubada məskunlaşmışdı. Heç də peşman deyildi. Uzun ömür yaşadı. Yəni rahat idi, amma həmkarları ilə əlaqəsi kəsilmişdi. Hətta kəsilmişdi. Bəli. Sizdə də yəni yoxsa durur o əlaqələr? Belə danışırsınız yoxsa yox? Bütün aktyorlarla, həm dramanın aktyorları, həm öz teatrımızın, həm başqa aktyorlar hamısı mənimlə mehribandır. Hamısı da mənimlə yazışır. Bütün başqa teatrların aktyorları hamısı. Yəni aktyorluq sənətində də mən heç kimə mane olmamışam ki, mənə görməyə gözləri olmasın. Bəli. Yəni, əgər dublyor olmuşamsa, birinci mən ona icazə vermişəm. Həmişə rejissordan xahiş eləməsəm, birinci oynasın sonra mən. Mən oynayıram da, onsuz da oynayacam onsuz da belə. Mən həmişə, sonra mən özüm quruluş vermişəm tamaşalara. O aktyorlara, o aktrisalara rol verilmir ki, onlar az rol oynayır. Bax, yəni istəyirdim, onlar da qabağa geçsinlər. Teatr üçün darıxırsınızmı? Açığını deyim, yox. Darıxmırsınız? Yox, qətiyyən özüm. Amma yox, kino bu dəvət eləyirlər mənə, çəkirlər özləri ha belə. Ya ssenarini oxuyuram, xoşuma gəlmir, ya rejissor məni qane eləmir. Belə baxıram ki, yox. Amma axırıncı dəfə bir il bundan qabaq 23 seriyalı Xosrov və Şirində baş rollardan birində mən oynadım. Yəni kino daha doğmadı sizə? Yəni kino daha doğmadı sizə, nəinki teatr, eləmi? Kino
Çünki mən çox çəkilmişəm kinoya. Neçə kinoya çəkilmisiniz təxminən? Vallahi sayını itirmişəm, amma hamısı xaricdədir. Bax, bir dənə bircə odur ki, hamısı xaricdədir. Heç kim mənim o rollarımı görmürlər. Bax, bircə odur. Bax. Bu məsələ, Allah rəhmət eləsin, Ənvər Həsənov var. Bəli. 7 oğul istərəmdə inşallah. Deməli, mən Tacik filmdə çəkirəm və özüm də saqqallıyam, sərkərdəni oynayıram orada, Giv rolundayam. Telegram gəldi ki, təcili Bakıya, kinostudiyaya gəldim. Gələndə dedilər ki, Tofiq Tağızadə axtarır səni. Gəldim, nədir? Dedi ki, 7 oğul istərəm, çəkirəm mən və mən sənin Cəlalva teatrda baxmamışam. Cəlalı mən oynamışam. O Komsomol poeması idi əsərin adı. Sonra bunu 7 oğul elədilər və mən səni Cəlala çəkirəm. Bunu sonra Ənvər Həsənov rəhmətli, adamın dili gəlmir Ənvərə rəhmət demək belə. Cavan öldü, çox cavan öldü Ənvər. Neçə yaşı var idi? Cavan idi də, çox cavan idi belə. Ənvər televizorda danışıb onu. Deyir, 20 nəfərə qalib gəlmişdim. 20 nəfər kino yoxlanışından keçmişdi Cəlala. Bircə mən qalmışdım. Tofiq Tağızadə də deyirdi ki, Tariyel Qasımov Tacikistanda çəkilir bu saat, oradadır. Onu mən çəkəcəm. Amma o olmasa səni çəkəcəm. Və deyir, Tariyel Qasımovu dəvət elədilər, Tariyel gəldi. Mən də deyir, Tofiq Tağızadənin yanında idim. Tariyel də gəldi, saqqallı da Tacikistandan. Tofiq Tağızadə dedi ki, get saqqallı qırx, paltar seç, ancaq şəkilli zad çəkəcək. Mən sənin Cəlalovu görmüşəm teatrda, mən səni Cəlala çəkəm. Bunu Ənvər Həsənov televizorda deyir. Və Tariyel müəllim də qayıtdı, dedi ki, Tofiq müəllim, mən hələ 1 il bu saqqalı qırxa bilməm. 3 seriyalı filmdəyəm mən. Rüstəm haqqında dastan, Rüstəm və Şöhrət filmidir. Firdovsinin Şahnamə əsəri əsasındadır. Orada da mən Giv rolu, baş rollardan birini oynayıram, saqqallı. Bəli. Dedim, Tofiq müəllim, mən bu saqqalı qırxa bilmərəm. O da mənə qayıtdı, dedi ki, ana, mən səni Cəlala çəkirəm, mən səni görmüşəm Cəlalvıda, Cəlal baş rol belə. Ənvər danışır, deyir, Tarih müəllim də qayıtdı, dedi ki, indi Tofiq müəllim, mən neyim ki, mən orada müqavilə bağlamışam ki, 3 il bu saqqalda olmalıyam, çünki müqavilə iləndir belə. Mən onu qırtırsam, onda gərək nə qədər cərimə ödəyərlər belə, və çəkilmədi. Tarih müəllim çıxdı, getdi belə. Və mən çəkildim, yəni Ənvər müəllim, Allah rəhmət etsin, yəni o barədə mənə təşəkkür edirdi həmişə. Həmişə deyirdi, özdə. Tariyel müəllim, ümumiyyətlə, ən çox həyatda xəyanət görmüsünüz, yoxsa sənətdə? Yəni, sənət aləmində xəyanət var. Mənim özümə də eləyiblər. Amma həyat çox böyükdür deyin, yox, həyatda çox böyük xəyanət var. İndi hər aktör xəyanət eləmir ki, yəni. Bir-ikisi eləyir də, yəni hamısını qatmaq olmaz. Məsələn, teatrda gözəl aktyorlar var ondan, gözəl aktrisalar var hətta. Yaxşı insanlar var. Bu, indi sənət elədir də. Sənətdə biraz paxıllıq var. Mən heç vaxt, nə qift eləmişəm, nə də paxıllıq. Demişəm, ayırlar, nə gözəl oynayır. Kaş mən də belə oynayırdım. Bax, onu eləmişəm, ürəyimdə eləmişəm, amma belə bu mənim dilimdən çıxıb xəyanət kimi. Deyirəm, ayırlar, nə gözəl oynayır o. Kaş mən də belə oynayırdım, vəssalam. Ay ona paxıllıq eləyim. Paxıllıq eləsəm də özümə qalacaq da. Özüm pis adam olacaq. Deyəcəklə, paxıll adam da oynan işin olmasın belə. Zaman-zaman Milli Dram Teatrında görürsünüz də aktrisaların, aktyorların bir etiraz səsinin ucaldığını görürük. Ocağın alovlanma səbəbini nədə görürsünüz? Paxıllıqda ancaq başqa şey yoxdur orada. Heç kimə borçlu deyil. Orada hərə öz başına bir aktyordur belə, özdə drama. Niyə başqa teatrlarda olmur? Niyə olmur, gerçəkdən? Çünki dramada hamı özünü iri sayır da, ona görə də sözlər düz gəlmir. Başqa teatrlar çox mühüm. Bizim teatr
heç oradan bir dənə səs çıxmayıb Gənc Tamaşaçılar Teatrına. Hamı mehriban olub. Hamı bir-birinin yəni uğuruna sevinib, təbrik edib, qucaqlayıb, öpüb belə. Amma dramada yox, hərə özü üçün bir aktyordur. Gerçəkdən. Hə, yox, mənəm. Egoludular çox. Hə də, mənim təyinatım dram teatra verilib. Təyinatım mənim orada da qalıb. Lütfü Məmmədbəyov mənim müəllimim olduğu üçün dram dərnəyində Lütfü müəllim Gənc Tamaşaçılar Teatrında bütün baş rolları oynayırdı. Sevgi və qəhrəman rollarını oynayırdı. Sonra Lütfü müəllim mən dramaya təyinatım olanda dedi ki, indi sən gəlirsən Gənc Tamaşaçılar Teatrına mənim rollarımı oynamağa. Mən də gedirəm dram teatra, mən artıq böyük də səhnəyə gedirəm. Və mən Lütfü müəllimin sözünlə dramadan getmişəm Gənc Tamaşaçılar Teatrına. Niyə mənim müəllimim olub? O məni getirib, o məni belə aktyor edib. Ağstafada varmı teatr, yoxsa yoxdur? Yox, orada Məhərrəm müəllimə istədik. Bax, həmən o başçı dedi ki, Tanrım, siz də burada yaşayırsınız. Burada bir xalq teatrı yaradın da belə. Dedim, eləyək də Məhərrəm müəllim, madəm şey, dedi, hətta maaş da verirəm hamısına belə. Bunu yaradanda qızları buraxmadılar da, anaları, ataları belə. İcazə vermədilər. İcazə vermədilər. Ona görə boşladıq. Yoxsa yaratmaq istəyirdik. Amma Qazaxda var da. Qazaxda dövlət teatrıdır. O vaxt dövlət teatrında hədə Polad müəllim bir gün məni çağırdı. Qayıtdı ki, sən Qazaxlısan. Qazax teatrında 4 ildir fəaliyyət göstərmir. İndi oranın icra başçısı deyir ki, ya bu teatrı işlədin, ya da bu teatrı bağlayın. Burada bir 40 nəfər havayı dövlətdən pul alır. Onu başçı demişdi. O vaxt birinci katib idi. Əhvalat o vaxtdan gedir, Sovet dövründə. Və məni Polad müəllim çağırdı nazirliyə. Dedilər, Polad müəllim səni çağırdı. Gəldim, dedi, Tari, sən Qazaxlısan? Dedim, bəli. Qazax teatrı 4 ildir fəaliyyət göstərmir. İndi oranın da birinci katibi Əsəd Oruç deyir ki, ya bu teatrı bağlayın, ya da bir adam göndərin, bu teatrı işlətsin. Sən maaşın burada da alacaqsan, öz teatrında maaşı alacaqsan, orada direktor, bədii rəhbər vəzifəsinin maaşını alacaqsan, özün aktyor kimi də maaş alacaqsan, amma get o teatrı qoyma bağlanmalı. Mən də getdim, bugün də işləyir o teatr, mən onu yaratmışam. Bəli, bax, belə olur. Taril müəllim, kostyumunuzu nə zaman almışsınız? Bu kostyumu? Bəli. Nə deyim, vallahi yəqin hardasa 5-6 aydır. 5-6 aydır, hə, yenidirmi? Yəni gözlərinizin rəngi ilə uyğunlaşıb, ona görə seçiminizi çox gözəl etmisiniz. Eləmi? Xanımınız mı seçir? Xanım seçir. O seçir, siz alırsınız. O seçir, mənə gətirir. O seçir, alır, gətirir sizə. Alır, gətirir. O razmerimi də bilir, özü bilir, ölçünü zad hamısını. O barədə odur mənə göstəriş verən. Bütün geyimlərimi hamısı onun zövqünlə da geyinirəm belə. Oradan mı almışsınız, Ağstafadan yoxsa Bakıdan? Yox, Bakıdan gəlib alır. Bakıdan. Bakıda evimiz var, gəlir, gedir evə. Necə gedir həyat Ağstafada? Orada sakit bir huzurlu həyatınız var yəqin ki. Məsələn, əkib becərirsinizmi, yoxsa? O işlərə həyat yoldaşım baxır. Bir bax salıb ki, gəl gör tamaşa elə. Bir güllər var həyatda, bir ağaçlar var həyatda. Hamısını o eləyir. Mənim işim, gücüm Ağstafada nərdə oynamaqdır, qoca kişilərlə. Hər gün saat 10-da yığışırıq Səmədvurun parkına və nərd yarışı gedir, qocalar arası. Bəzən də belə deyirlər də, çayın pulunu deməli kim uduzsa o verəcək və yaxud da kim uduzsa yemək alacaq bizə. Bax, belə şeylər. Qocaların işi bu ilə. İndi siz uduzanlar siyasında olursunuz, yoxsa udanlar? Məsələn, Niyamətli mənim çox güclü nərdə oynayır. O qədər güclü oynayır ki, Niyamətli Musayev, xalq artisti. Sən Allah? Valla. Bir gün oynayarıq. Mən də güclü oynayıram. Elə mi? Hamı baxır, biləndə ki, mən televizorda olacam, baxırlar. İndi özləri desin. Mən çoxunu uduram, belə. Yəni, həmişə
Uduzanda mütləq yaxşı stol açıram onlara belə də. Bəs məsələn hər gün eyni bu proses? Hər gün eyni bu proses gedir, hər gün. Yəni bezmirsiniz də? Yox, qətiyyən. Əksinə, məsələn, səhər saat 10-da gəlirik, bir də ayrılırıq ki, yemək vaxtı saat 1-dir. Başımız o qədər, indi ikimiz oynayır, uduzan çıxır, o biri gəlir, belə də baxırıq, bax belə. Yəni, çox yaxşı keçir mənim günlərim rayonda. Nə gözəl, çox sevindim. Çox yaxşı keçir. Çayınızdan içə bilərsiniz, amma soyub deyəsən. Soyub, eybi yoxdur. O qədər səmimi gözəl getdi ki, söhbət çay yada düşmədi. Çay sevirsinizmi? Yəni, o qədər çay baz deyiləm, amma çay içərəm arada. 1 stakan ya 2 stakan artıq. Çay yoxsa kofe? Kofe çox sevirəm, kofe. Eləmi? Hə, kofeni evdə həmişə xanım hazırlayıb, elə kofe, hə. Gün ərzində neçə, məsələn, fincanda içirsiniz? Yox, onlar 2-3, bax belə. Eləmi? Yəni, böyük fincan? Yəni, bir dəfəyə 2, yox, 4 stakan, iri stakanda. İri stakanda. Gün ərzində 2-3 fincan? Gün ərzində 2-3. Mən də o qədər sevirəm ki, çox sevirəm. Elə zavtrıkım, məsələ, kofe, saska belə olur məndə həmişə. Ya gün orta gəlirəm, özüm istəyirəm, deyirəm ki, mənə kofe ilə saska ver. Amma deyirlər ziyandır, razılaşırsınızmı? Bilmirəm, mən o... Səhhətinizə nəsə təsir göstərirmi? Yox, qətiyyən. Əksinə, normal, çox normal. Ürəkləndirdiniz məni. Yox, həqiqi, yox. Mən gerçəkdən, yəni, fikirləşirdim, bəlkə tərgidim. Düşündüm ki, səhər oyanıram, bir həvəslə oyanıram ki, özümə bir qəhvə dəmləyəcəm və onu içəcəm. Özəlliklə Türk qəhvəsini çox sevirəm mən. Çox qətiyyən. Yəni, fikirləşirdim ki, səhhətə ziyandır, amma ac qarına deyirlər onu içmək olmaz, amma çox sevindim. Ac qarına, mən deyim, səhər duranda biraz ilıq su bir dəfəyə için. O çox xeyirlidir. Mən onu oxumuşam və hər gün də həyat yoldaşım onu tək qoyur staqana ora, özü də deyir, iç onu belə. Hər gün. Adicə suyu, 1 stakan. Oğlunuz amma burada yaşayır, hə, Bakıda? Hə, Bakıda. Məsələn, gələndə onlarda qalırsınızmı, yoxsa ayrıca qalırsınız? Yox, ayrı evdir. Bildim, yəni istəmirsiniz, narahatçılıq yaradasınız, eləmi? Yox. Çox minnətdaram ki, mənə dəvət eləmişsiniz, məni yaddan çıxartmır bu televiziya və bir daha tamaşaçılar məni görür, çox sevinirlər. Mən bundan sonra, bu verilişdən sonra sabahsı, o biri gündə o qədər məktub ya telefona o qədər yazacaqlar ki, sizi gördük, çox sevindik, belə həmişə yazırlar da. Hansı televiziyada görürlər, olsa tamaşaçılar da qoymurlar, mənə rahat yazırlar ki, çox sağ olsunlar. Ona görə mən həqiqətən bu sizin MTV-yə minnətdaram, rəhbər bizə, elə sizlərə, bu gözəl oğlanlara. Çox sağ olun ki, məni göstərirsiniz belə. Çox sağ olun ki, gəlmişsiniz. Gerçəkdən uzaq yoldan gəlmişsiniz. Çox sağ olun, məhz bizim veriliş üçün gəldiyiniz üçün. Allah sizə sağlam və uzun ömür bəxş eləsin. Azı 100 yaşayasınız. Anam qədər yəni. Ananız qədər yaşayasınız. Anam 101 yaşayıb, baba, onu da deyim, 101 yaşayıb. Ömrünüzə bərəkət. Əsas odur ki, sağlam yaşayasınız, Hə, həkimlərə düşməyəsiniz, dərmana möhtac qalmayasınız. Elə ən gözəl yaşayış da budur. Gözünüz parıldayır, Tariyel müəllim. O qədər mən, inanın ki, o qədər mənə xoş təsir bağışladınız ki, və çox sevinirəm ki, bizim belə yaşayan aktyorlarımız var. Təşəkkür edirik gəldiyiniz üçün, əziz və dəyərli izləyicilər. Baxdığınız üçün çox təşəkkür edirik və düşünürəm ki, Tariyel müəllimin bugün o danışdıqları o qədər pozitiv bir əhval-ruhiyyə bəxş etdi ki, bizə gerçəkdən də nümunə götürəcəyimiz bəzi nüanslar var, bəzi məqamlar var. Gələn həftə yenə də qarşınızda olmağı arzu edirik. Özünüzə yaxşı baxın, hələlik.